Hamını salamlayıram, hər vaxtınız xeyir olsun. Bu günlərim bölüşmək istədiyim mövzu seçim barəsindədir. Xatırlayırsınızsa keçən mövzumuzun sonunda biz seçim barəsində demişdik və hər bir seçimin də özünün qiymət və dəyər var demişdik. Bu seçim barəsində istəyərdim bir neçə dəqiqə sizinlə bölüşəm ki, seçim bizim dərin və doğru düzgün düşüncə əsasında baş verir. Biz istəsək də, istəməsək də hər gün ərzində anbaan biz seçməli oluruq. Seçimlər əsasında hərəkətdə oluruq. Seçimlər əsasında faydalı oluruq. Seçimlər əsasında dəyərli oluruq. Seçimlər əsasında dəyərsiz oluruqsa, əgər seçimlər əsasında oluruq, ona görə də bizə doğru düzgün və dərin təfəkkür etmək lazımdır ki, biz diri və həqiqətə əsasən hərəkətdə olaq ki, bunun acısı bizdə psixoloji və fizioloji özünü fəsad kimi göstərməsin ki, başqalarına da bu ötürümü ötürüb, onları da öz halımız kimi halsız eləməyək. Yəni, bu baxımdan demək istəyirəm ki, dərin, doğru düzgün düşüncə seçimə səbəb olur ki, insan da orada danışmalı olur. Danışır da ki, təbii ki, nəfəs vasitəsindəndir. Nəfəs sözü də çox gözəl yaradılışdır. Nəfəs sözü də çox gözəl, möhtəşəmdir. Bu məfhumdur ki, insana hədiyyə olunur ki, insan onun vasitəsilə sözü danışa bilir, ötürə bilir, yaşaya bilir, yaşada bilir. İnsanın seçimi və doğru düzgün təfəkkürünə qədər dərin və gözəl və müqəddəsdirsə, nəfəsi də onlardan biri və birincisidir. Bizim doğru düzgün seçimimiz dərin düşüncə əsasında baş verən doğru düzgün seçimimiz uğura səbəb olur, müvəffəqiyyətə səbəb olur, ruziyə səbəb olur ki, o da həm özümüzə, həm də bütün əhatə dairəmizə böyük təsirləri var ki, yaxşı mənada ki, həm özün ondan faydalanırsan, həm başqaları faydalanır. Və bunu da özümə vəzifə bildim, yəni ki, bu günlərin şəhidləri ki var, onlar da öz vaxtında dərin və doğru düzgün düşünmə, onları o seçimi eləməyə çıxardır ki, o da hərəkətə gətirib onları və bu hərəkətdəki, bu hərəkətin də sonu və sonunun adı da şəhadətdir ki, o şəhadətdir ki, bugün xoşbəxt eləməkdədir özündən sonrakıları. Və bu halı da insanlar bu doğru düzgün, bu cür düşünmə tərzini də insanlar düşüncəsi həddindən, yəni biz bilən həddən də artıq olan elm adamları ki, olublar, varlar və olacaqlar ki, onlardan alıblar, istər ötürüm vasitəsilə, itirəşin daha doğrusu vasitəsilə, istər oxumaq vasitəsilə, istər xatırlamaq vasitəsilə, hər halda ki, biz bu halı, bu düşüncə tərzini ötürüm olaraq elmi əsasda götürmüşük və ona uyğun da hərəkətliyik ki, bu da bizim bugünkü həyatımızın əsas hissəsini təşkil edir və o təşkilləmə də bizi yaşadır və bizdə faydalı və yararlı oluruq. Faydalı və yararlı olmağımız deyir ki, özümüzə, bizim dövlət aləmində də böyük təsirlərimiz olur. Deyir ki, özümüzə, yəni ətraf mühitə də, dövlət aləmində də təsiri möhtəşəm olur. Və bu möhtəşəmlik də bizim həyatımızın tərkib hissəsinə çevrilir və bu bizim zövqlü və xoşbəxt yaşamağımıza gətirib çıxardır ki, biz də bunu özümüzdən sonrakılara ötürürük. Yəni, əgərlərin yenə də deyirəm təfəkkür dərindirsə, başa düşülübsə və fərqindədirsə, təbii ki, yəni bu hallarda
bunun adını elə sanki möcüzə də qoymaq olar ki, insanın qadir olduğu daxili keyfiyyətlər kimi var, təbii resurslar kimi var, insanın aktivləşir və hansı əvvəl və hansı sonra gələcəyi artıq onun dərin təfəkkürə əsaslanıb deyə seçim onu seçəcək və ona uyğun insan hərəkətdə olacaq ki, incitməyəcək və inciməyəcək. Fikir olacaq.